Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur, onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq. Axşamaz xəbər verir ki, bu sözləri xalq artisti Ağadadaş Ağayev həftənin qonağı proqramında deyib. Müğənni yığdığı kolleksiyadan danışıb. Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızmaqara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərləridir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var. 250-300 il yaşı olan antik əşyalarım var. Hara getmişəm, oradan almışam. Dostlarım hədiyyə göndərib. Ağadadaş Ağayev var dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir. Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. Arendaya verdim, 15 il icarəyə verdim. Bir gün icarə verən adam dedi, mərasim zalı olsun. Dedim, pulunu ödəyirsən, nə istəyirsən et. Obyektlərim var, öz-özünə yaranıb. Şirkət açmışdım, Ağadadaş MMC. O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulum var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi ora buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdi içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan.